Ağakişiyev. Nurlan Etibaroğlu 22 iyul 2002-ci ildə Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. 2008-2017-ci illərdə Abşeron rayonunun Mehdabad qəsəbəsində 3 saylı tam orta məktəbdə təhsil alıb. 2019-cu ildə isə İdarə Etmə və Texnologiya kollecini bitirib. Subay idi. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin en saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan ordusunun əskəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 27-sində şəhid olub. 2-ci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra Vətən uğrunda medalı, Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin digər 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra Ağdamın azad olunmasına görə medalı ilə təltif edildi. Elə anadan olanlar, evə gələnlər elə o vətənpərvərlik tərbiyəsinə məşğul olmuşam. O da elə mənim uşaq vaxtı görürdü, yaralı olan vaxtlarımı suallar verdi ki, sən biz ayağım belə yaraladır. Mən onu izah edirdim ki, mən müharibədə olmuşam, yaralanmışam. 93-94-də Ağdam Füzuli Cəbrayıl bölgəsində iştirak eləmişəm döyüşdə. Dözük mərcanında da minə düşmüşəm, sol qısmı itirmişəm, hal-hazırda Qarabağdan. Mən ona heç sözünə açıq uşaq kimi yanaşmamışam. Həmişə çalışmışam ki, aramda da dostluq münasibəti olsun. Ona görə ki, dostluq münasibəti varsa, o məndən çox şeyləri gizlətməli. Dostlar, qardaşlar. Həmişə əl tutan olur. Onu bilirəm ki, həmişə imkanı varsa, özün kömək edirdi. Yoxsa mənə müraciət edir ki, kiməsə kömək eləmək lazımdır. Mən o heç vaxt onun sözünü iki eləməmişəm. Bilirəm ki, bu yaxşılıq eləməyəcək. 27 döyüş başlayanda sentyabrda uca döyüş bölgəsindeydi. Axırıncı gələm 27 danışmışam oradan. Digildi, zarafatlaşdı. Sözünə açıq ona bir sual verdim mən orada. Ki, mənim balam baxmadan döyüş gələn vaxtı mənim ölümün gözümün qabağına gəldi. Bu da məhv qayıtışatı xeyr olaqa mənim ölümün gözümün qabağına gəlməli. Belə məhv yanlış. Orada mən uşağın danışıqlı boşluq hiss eləmədim. Narahatçılığı hiss eləmədim. Nəsə baş verib, o həyəcanı mən özümdə keçirdim. Sonra mənə dedilər ki, Nurlan şəhid olub, şəhid atası kimi qəbul elədim, Böyük Qarabağ atası kimi. Mənim evimdə o hələ böyüməliydi. Ona görə ki, mənim durduğum insanlar hamısı Qarabağ qasiləri, veteranlardır. Biz hələ o vaxtdan deyənəcə dostluq dedik. Bizim bütün söhbətlərimiz vətəndən gedir. Aprel döyüşləri gedəndə gəldi, qayıtışatı mən müharibəyə getmək istəyirəm. Mən də baxdım ona, dedim, bunun zamanı belə oladı, mən balam müharibə başlasa, ata-bala ikimiz bir yerdə gedərik müharibəyə.